Xoş gördük bir daha. Baxırıq testdə have, to have və having verib. Burada nəyi bilməliyik? Hope-dan sonra gələn, yəni elə feillər vardır ki, hope, wish, want, agree, promise sözlərindən sonra mütləq to tələb edir və B variantı buna uyğun gəlir. Bu feilləri yalnız əzbərləmək lazımdır ki, testi işləyə biləsiniz. Ona görə hope, to have olacaq. İkinci testimizə baxırıq. İkinci testimizdə have-dən sonra, don't have-dən sonra boşluq qoyub any hansı cümlələrdə işlənir? İnkar cümlələrində işlənir. Some isə təsdiq cümlələrində işlənir. Bu qaydanı bildiyimiz təqdirdə və testi yerinə qoyacağıq. Do not, yəni don't burada qısaldılmış formada vermişdir və dedik ki, any inkar cümləsində işlənir. Ona görə də variant any olacaq. Və üçüncü testimizdə isə nəyi bilməliyik? Yəlik halını bilməliyik ki, əgər iki şəxs veribsə və onların eyni əşyası varsa, yəni eyni bir şeyə məxsusdularsa, mütləq sonuncu ismə apostrof S artırılır. Ona görə də B variantı doğru variantdır. Bu qədər. Təşəkkür edirəm. Sağ olun.